əlilliyi olan şəxslərin hüquqları haqqında qanunu müzakirə edirik. Deməli, hər bir qanun normativ hüquqi əsasa olmalıdır. Bu qanunun da əsası Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndidir. Qanun nəyi müəyyən edir? Dövlət siyasətinin əsaslarını və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini, şərait yaratdığı məsələlər, əlilliyə səbəb olan risklərin, əlilliyin əlamətinə görə ayrı seçkimin bütün formalarının aradan qaldırılmasının, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyət həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradır. Bu müddəalara diqqət yetirməliyik. E, Nələr tənzimləyir ümumilikdə? Deməli, əlilliyi olan şəxslərin onlara aid olan strategiya, proqramlara dair qərarların qəbul prosesində fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Deməli, hər bir qanunun növbəti bir mərhələsi əsas anlayışlardır. Burada olan əsas anlayışlarda diqqət yetirməliyəm nəyə? Əlillik nədir? Əlillik şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və hissiyat pozuntularının olmasıdır. Diqqət, fiziki, psixi, əqli və hissiyat pozuntularının olmasıdır. Əlilliyə səbəb olan şəxs müxtəlif maneələrlə qarşılaşdığı zaman burada digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit, yenə fiziki, psixi, əqli, hissiyat pozuntusu olan şəxsdir. Əlilliyə görə ayrı seçkilik. Burada nələr daxildir? Fərq qoyma, istisna, məhdudiyyət, tətbiq etmə, o cümlədən qanuna uyğun olaraq ağlabatan uyğunlaşmadan imtina nəzərdə tutulur. Ağlabatan uyğunlaşma nə məna kəsb edir? Deməli, insan hüquqlarının və azadlıqlarının digərləri ilə bərabər səviyyədə həyata keçirilməsinin təmin olunması məqsədi ilə hər bir konkret halda zəruri və mümkün uyğunlaşma və düzəlişlərin edilməsi. Bu nə deməkdir, yoldaşlar? Ağlabatan uyğunlaşma əlilliyi olan şəxsin əlilliyinə uyğunlaşdırılmasıdır. Yəni, onun hüquqlarının təmin edilməsi üçün hər hansı bir hadisə və prosesin onun əlilliyini rahat həyata keçirməyə, yəni sağlamlığı imkan vermədiyi yerdə rahat hüquqlarının təmin olunmasını uyğunlaşdırmasıdır. Əlilliyin qarşısının alınması dövlət neynir? Erkən diaqnostikasını aparır, sağlamlığın qorunması üçün tədbirlər görür, ekoloji vəziyyəti yaxşılaşdırılmasına çalışır, sağlam həyat tərzinin və təhlükəsiz əmək şəraitinin təmin edilməsini təşkil edir. Validə xanımın sualı var. Buyurun. Burada indi elə hissələr var ki, misal çəkəndə məndə elə yadda qalır. Böyük ehtimal hamımız da elədir. Məsələn, bu ağlabatan uyğunlaşdırmaya nəyə misal çəkə bilərik? Ağlabatan uyğunlaşmaya misal çəkə bilərik, misal üçün inklüziv təhsili. Əvvəlki dövrdə məsələn inklüziv təhsil yox idi. Hazırda ağlabatan uyğunlaşma elədik. Sinifdə hansısa bir uyğun şərait yaratdıq ki, əlilliyi olan şəxs deyək ki, əl arabasındadır. Bu uşağın sinifinə uyğun formada təchiz edirik ki, gəlir o inklüziv təhsildə yararlanır. Yəni ağlabatan uyğunlaşdırdıqda sinifi ona uyğunlaşdırırıq ki, həmin şəxs orada gedib inklüziv təhsil ala bilsin. Misal üçün 4-cü mərtəbədə olan bir sinifi inklüziv sinif eləyə bilmərik. Niyə? Çünki oranı biz ağlabatan uyğunlaşmaya gətirə bilmirik. Yəni, əl arabasında olan bir şəxs üçün ora müəssər deyil. Yəni, müəssər olması şərtdir. Belə, davam edək. Əlilliyin qarşısının alınmasını dedik. Əlilliyi olan şəxsin reabilitasiyası. Reabilitasiya nədir? Əlilliyin aradan qaldırılması və kompensasiyasına yönəlmiş tibbi, psixoloji, pedaqoji idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyini, buna diqqət edin, nəyə şərait yaradırıq? Müstəqilliyini, fiziki, əqli, məişət, sosial və peşə əmək qabiliyyətini tamamilə və qismən bərpasına yönəlmişik. Deməli, reabilitasiya məqsədi nədir? Əlilliyi olan şəxsin müstəqilliyinə, fiziki, əqli, məişət, sosial, peşə əmək qabiliyyətini qismən və ya tamamilə bərpa etməyə yönəlmişdir. Tibbi reabilitasiyadan söhbət gedirsə də, burada tibbi tədbirlər sistemindən söhbət gedir. Yəni, hər hansısa tibbi müdaxilələr nəzərdə tutulur. Peşə əmək reabilitasiyası, burada da əlilliyi olan şəxsin peşə seçiminə, əvvəlki və yeni peşədə əmək qabiliyyətindən qaytarılması məqsədi ilə zəifləmiş
və yaxud itirilmiş funksiyasının bərpa edilməsi və yeni peşəyə uyğunlaşdırılmasına yönəlmiş tədbirlər sistemidir. Yəni 50 olan şəxs də digər şəxslərlə bərabər yeni peşələrə yiyələnə bilər və özünün ehtiyacını, peşə əməyə olan ehtiyacının ödənilməsinə dəstək oluruq biz peşə əmək reabilitasını təmin etməklə. Sosial bacarıqların inkişafı cəmiyyət həyatında müstəqil iştiraka təkan vermək üçün yəni nəzərdə tutulur. Pedaqoji, psixoloji reabilitasiya. Burada da ünsiyyət, özünə xidmət və öz davranışına nəzarət qabiliyyətinin bərpasına yönəldilmişdir. Abilitasiya ən çox verilən suallardan biridir. Abilitasiya şəxsin sərbəst yaşamaq imkanlarının artırılmasını nəzərdə tutur. Yəni 50 olan şəxs mövcud potensialını maksimum inkişaf etdirmək, habelə 50 olan şəxsdə olmayan bacarıqların öyrənilməsi yolu ilə sərbəst yaşama imkanlarının artırılması. Misal üçün deyək ki, serebral iflicili bir uşaqdır, qaşıq tutmağı bacarmır ki, sərbəst yemək yesin. Abilitasiyanın məqsədi maksimal formada ona uyğun deyək ki, hər hansısa bir qaşıq və s. axırda hazırlayırıq ki, o həmin onlardan istifadə edərək özünün şəxsi ehtiyaclarını təmin etmə imkanında olsun. 50 olan şəxslərin müəssərlik. Müəssərlik sözünün tərcüməsi belə deyək, əlçatanlıq deməkdir. 50 olan şəxsin xüsusiyyətlərinə uyğunluq deməkdir. Yəni bayaq qeyd etdiyimiz kimi, misal üçün bir məktəbdə 50 olan şagird təhsil alırsa da, inklüziv sinifdə biz həmin sinifi məktəbin 4-cü mərtəbəsinə verə bilmirik, əgər orada lift yoxdursa. Çünki bilirəm ki, 50 arabasında olan şəxs pilləkənlərlə həmin məsafəni qalxa bilməz. Və hər hansı bir dövlət idarələrində, poçtu, digər o bir mərtəbəli infrastruktur obyektlərdə adətən müəssərliyi təmin etmək üçün panduslar quraşdırılır ki, oradan 50 arabasından vətəndaş rahat formada istifadə edə bilsin. Ünsiyyət, burada xüsusilə nitq qabiliyyəti olmayan şəxslər üçün nəzərdə tutulur. Burada mətnlərdir, Braille əlifbasıdır, toxunmaqla duyulan ünsiyyətdir, böyük şriftdir və digər multimedia vasitələrindən və çap materiallarından istifadə etməklə ünsiyyəti gücləndirici və alternativ üsullardan istifadə edilir. Universal dizayn. Bütün insanlar üçün istifadəyə maksimum dərəcədə yararlı. Yəni, misal üçün, universal dizayn nə deməkdir? Deyək ki, bax, bizim region filiallarında müşahidə eləmisiniz, bəzilərinin qarşısında panduslar elə formada quraşdırılıb ki, həm sağlamlığı normal qaydasında olan vətəndaş rahatlıqla pilləkənlər vasitəsilə binaya daxil ola bilir. Eyni zamanda 50-yi olan şəxslər də həmin o panduslar vasitəsilə rahat binaya daxil ola bilir. Yekunda hər bir şəxs rahatlıqla bunu istifadə edə bilir. Yəni, universal dizayn odur ki, hər kəs üçün əlçatan olsun və rahat olsun. İnklüziv təhsil 50 olan şəxslərin təhsil müəssisələrində xüsusi şərait yaratmaqla. Baxın, bu sözün altdan xətt çəkirəm. Çünki bəzən deyir ki, 50 olan şəxslərin təhsil müəssisələrində xüsusi təlim vasitələri ilə təhsil alması o doğru cavab deyil. Buna diqqət edin, xüsusi şərait yaratmaqla və xüsusi təlim vasitələri ilə. Yəni, onların üçün şəraitimiz uyğun olmalıdır. Bayaq dediyimiz o unikal dizayn olmalıdır. Onlar üçün əlçatan müəssər bir şərait olmalıdır. Buna biz xüsusi şərait dedik və xüsusi təlim vasitələri olmalıdır. Yəni, misal üçün, onlara uyğun xüsusi tədris planı tərtib olunur və həmin plana uyğun olaraq dərsləri təşkil olunur. İndi 50 olan şəxsin xüsusiyyətlərinə uyğun formada, yəni hansı formada biz ona dərs versək, o tədrisdən maksimal dərəcədə faydalana bilər. 50 olan şəxslərin qeyri-hökumət təşkilatları, bu təşkilatlar əsas məqsədləri 50 olan şəxslərin hüquqlarına və maraqlarına xidmət etməkdir. Buna diqqət edin, yalnız hüquqlarına deyil, hüquq və maraqlarına xidmət edir. 50-yin müəyyən edilməsi, bu da şəxsin 50-nin qiymətləndirilməsidir. Azərbaycan işarət dili, bu da eşitmə qabiliyyəti tam məhdud olan şəxslərin qollar, əllər və barmaqlarla eyni zamanda istifadə etməklə fikirlərin ifadə edilməsidir. Yəni, jest və mimikadan istifadəni nəzərdə tutur. Deməli, yoldaşlar, hər bir qanunun tətbiq dairəsi var. Yəni, qanun kimə şamildir? Bax, bu sualın cavabıdır. Bu qanun Azərbaycan Respublikası vətəndaşlarına, baxın diqqət, altdan xətt çəkdik, vətəndaşlara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa,
Buna da diqqət edirəm. Yəni tərəfdar çıxdığımız müqavilədə başqa hal nəzərdə tutulubsa da, ki, yəni misal üçün 50 olan şəxs üçün hər hansısa bir imtiyaz nəzərdə tutulursa da, biz tərəfdar çıxdığımız müqavilədə o əsas götürüləcək. Yox, əgər hər hansısa bir başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və vətəndaşlığı olmayan şəxslərə əcnəbilərə şamildir. Vətəndaşa Azərbaycanda yaşayan, daimi yaşayan, vətəndaşlığı olmayan şəxs və əcnəbilərə şamildir. Əcnəbilərlə vətəndaşlığı olmayan şəxslərə hansı əsasımız da var idi? Bunu da diqqətimizə tuturuq ki, beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa. Əlilliyin müəyyən edilməsi. Deməli, şəxsin orqanizm funksiyalarının pozulması, faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən, yəni TSERA tərəfindən əlilliyin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Deməli, yoldaşlar, sual yaranır. Əlillik nəyə əsasən müəyyən edilir? TSERA tərəfindən qəbul edilmiş qərar əsasında. TSERA qərarı nəyə əsasən qəbul edir? Əlilliyi qiymətləndirməsini keçirdikdən sonra eləyir. Şəxsin əlilliyin qiymətləndirməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi, TSERA tibbi sosial ekspertiza müayinəsi, göndərişi müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi orqan mərkəzləşmiş elektron informasiya sisteminə daxil olduğu gündən 10 iş günü müddətində, burada diqqət yetirirəm, 10 iş günüdür. 10 iş günü müddətində əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzatmaqla keçirilir. Yəni 10 iş günü müddətində müraciət daxil oldu TSERA-ya. Əgər əlavə araşdırma da istəyirsə də 15 iş günü daha uzatmaq hüququ var həmin o ərizənin. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən keçirilir, yəni TSERA tərəfindən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Əlilliyin qiymətləndirilməsi məqsədi və tibbi sosial ekspertiza müayinəsinin göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvafiq icra hakimiyyəti orqanı da Əmək və Ailənin Sosial Müdafiəsi Nazirliyidir. Şəxs müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi orqana, yəni Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyinə qərar qəbul edildiyi tarixdən 50 olan şəxs hesab edilir. Yəni agentlik tərəfindən, TSERA tərəfindən qərar qəbul edildiyi gündən vətəndaş 50 olan şəxs hesab edilmiş olur. 50-lik müddəti bitdikdən sonra, misal üçün, 50-lik üçün müəyyən olunub 5 illik müddət, 5 il tamam olub 2026-cı ilin avqust ayında. Vətəndaş, daha dəqiq 2026-cı ilin fevral ayının 20-sində vətəndaşın təkrar əlilliyi avqustun 1-i təsdiq olunursa da, həmin şəxs 6 ay müddəti qoyduğu 6 ay limitini keçmədiyinə görə həmin dövrü də əlilliyi müəyyən edilmiş şəxs hesab olunur. Yəni buna da diqqət yetirməyimiz lazımdır. Deməli, əlilliyin müəyyən olunması meyarlarını da kim müəyyən eləyir? Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan, yəni TSERA müəyyən edir. Meyarları TSERA müəyyən elədi. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan 50 olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə onların elektron formada qeydiyyatını da təşkil eləyir. Reyestrin aparılması qaydasını yenə TSERA müəyyən eləyir. Buna da diqqət yetirməliyik. Şəxsin əlilliyin müəyyən edilməsi, əlilliyin müəyyən olunmasına imtina edilməsi barədə qərarda göstərilən məlumatlar elektron hökumət informasiya sistemi üzərindən təqdim edilə bilər. Bu qərarın elektron hökumət informasiya sistemi üzərindən təqdim edilməsi həmin qərarın təqdim edilməsi bərabər tutulur. Bu bilsiz nə deməkdir, yoldaşlar? Vətəndaş kimliklə yaxınlaşır Sosial Xidmətlər Agentliyinə ki, hər hansısa bir xidmətdən yararlanması üçün və biz vətəndaşa deyirik, əlilliyi sübut edən arayış gətir. Bu yanlışdır. Biz ondan tələb eləməyimiz doğru olmaz. Biz əgər onu elektron informasiya hökumət sistemindən əldə edə biliriksə, əgər əldə edə bilmiriksə, o zaman tələb eləmək hüququmuz var. Davam eləyək. Maddə 4, 50 olan şəxslərin hüquqi vəziyyətinin əsasları. Ümumiyyətlə, Azərbaycan Respublikasında, Konstitusiyada, digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələrdə bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Yəni, buradan belə çıxır ki, baxın, diqqət, 50 olan şəxsin hüquqları məhdudlaşdırıla bilərmi? Əgər bu göstərilən qanunda göstərilmiş hüquqlar varsa da, hər biri onlara da şamildir. Məhdudlaşdırma bu qanunların üzərinə keçirsə də, bunu məhkəmə qaydasında təmin oluna bilər. Yəni, məhkəmə şəxsin əlilliyini əsas götürərək fəaliyyət qabiliyyətini məhdudlaşdıra bilər.
Yəni hüquqlarını məhdudlaşdırmış hesab edilməyə bilər. Belə, davam edirik. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır, qanunla da təqib edilir. Faktiki bərabərliyin sürətləndirilməsi və buna nail olunması üçün zəruri konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Bu nə deməkdir? Faktiki bərabərliyin sürətləndirilməsi. Deyək ki, bax, növbə hardasa təşkil olunub, növbəlik əsasında vətəndaşı qəbul edirlər. Sağlam insanlar da durub növbəyə və bir əlilliyi olan şəxs yaxınlaşır. Və bu zaman həmin o növbə ilə xidmət göstərən şəxs əlilliyi olan şəxsə növbədəki şəxslərdən kənar xidmət göstərirsə də, bu ayrı-seçkilik hesab edilmir o növbədə olan şəxslərə. Yəni biz sənə ayırdıq, əlilliyi olan şəxsi gətirdik önə deyil. Yəni bu artıq onun imtiyazını şərait yaratmış oluruq. Yəni bu cümləmiz bu mənanı daşıyır və ya əlilliyi olan şəxsdir, hər hansısa bir sanatoriya kurorta getmək istəyir. Sanatoriya kurort müəssisəsi də deyir ki, biz əlilliyi olan şəxsləri qəbul eləmirik. Bu artıq ayrı-seçkilik hesab edilir. Çünki onun göstərdiyi səbəb əgər yetərli deyilsə də, yəni o əlilliyi onun üçün məhdudiyyət, yəni sanatoriyadakı xidmətlərdən yararlanmasına məhdudiyyət yaratmırsa da, ona həmin sanatoriya tərəfindən məhdudiyyət qoyula bilməz. Əlilliyi olan şəxsin özü və nümayəndəsi vasitəsilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmə məqsədi ilə inzibati aktın qəbuluna imtinadan və inzibati orqanın hərəkət və hərəkətsizliyindən inzibati icraat haqqında qanuna uyğun olaraq şikayət edə bilər. Deməli, həm özü şikayət edə bilir, həm nümayəndəsi vasitəsilə şikayət verə bilir. Nümayəndə necə müəyyən olunur? Notarial ərizə ilə, yəni o etibarnamə əsasında. Əlilliyi olan şəxs barəsində dövlət siyasətinin prinsipləri. Deməli, əlilliyi olan şəxsin xüsusiyyətlərinə hörməti təbliğ edirik. İnklüzivlik, inteqrasiya, bərabərlik, əlilliyin əlamətinə görə ayrı-seçkilik yol verilməməsi. Xüsusiyyətlərinə hörmət, mən belə başa düşürəm, hər kəs üçün aydındır. Yəni, onun əlilliyə görə ayrı-seçkiliyə yox deyirik və ona hörmətlə yanaşırıq. İnklüzivlik, yəni müəssərliyi təmin edirik. Onun təhsil və digər mühitin infrastrukturuna əlçatanlığını təmin edirik. İnteqrasiya, deməli, əlillik faizindən, növündən və insan həyat fəaliyyəti məhdudlaşma dərəcəsindən asılı olmayaraq, əlilliyi olan şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatının tam və səmərəli iştirakına şərait yaradırıq. Bərabərlik, əlilliyi olan şəxslərə xidmət zamanı bərabər şərtlər və imkanların yaradılmasını təmin edilməsidir. Əlilliyin əlamətinə görə ayrı-seçkiyə yol verilməməsi, deməli, qanunla bərabər səviyyədə müdafiə olmaq, onların hüquqlarını müdafiə etmək, bərabər istifadə etmək hüquqlarından, təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərq qoyma, istisna və məhdudiyyətlərin tətbiq olunmasına imtina olunmasıdır. Ayrı-seçkiliyin yol verilməməsidir. Deməli, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatı əlilliyi olan şəxslərin reabilitasiyasına, hər tərəfli inkişafına təminat verir. Baxın, dövlətin əsas vəzifələrindən biri əlilliyi olan şəxslərin reabilitasiyasına və hər tərəfli inkişafına təminat verməkdir. Təhsil almasına, peşə hazırlığı keçməsinə, ünsiyyətini formalaşdırmasına şərait yaratmaqdır və bunu nəyə əsasən eləyir? Təhsil haqqında Azərbaycan Respublikasının qanununa uyğun dildə və üsullarla həyata keçirir. Yəni, qanunla tənzimlənir. Hansı qanundur? Təhsil haqqında Azərbaycan Respublikasının qanunu. Dövlət əlilliyi olan şəxsləri işgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqətə alçaldan rəftara, cəzalara məruz qalmasına, onların yaşayış yerində və yaşayış yerindən kənarda istismara, zorakılıq, təhqir, bütün formalarından müdafiəsi, şəxsi həyat toxunulmazlığına təminat verir. Ümumiyyətlə, dövlət hər kəsin şəxsi həyatın toxunulmazlığına təminat verir, eyni zamanda əlilliyi olan şəxslərin. Əlilliyi olan şəxslərin hüquq və qanun mənafelərinin inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmə hüququ var. Yəni, inzibati qaydada bayaq qeyd etdiyimiz inzibati icraat haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq şikayət verə bilər və eyni formada məhkəməyə də şikayət vermək hüququ vardır. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına müəyyən edilmiş hüquqları həyata keçirilməsi üçün şərait yaradılmasına təminat verir. Qısacası, dövlət QHT-lərin bu sahədəki fəaliyyətinə dəstək olur. İctimai maarifləndirmə. Cəmiyyətin ümumi maarifləndirilmə səviyyəsini yüksəltmək, əlilliyi olan şəxslərin hüquq və ləyaqətinə hörmət olunmasını möhkəmləndirmək, onların potensial imkan və qabiliyyətini təbliğ etmək məqsədi ilə
aşağıdakı tədbirləri eləyir. 5 tədbirimiz var. Hansılardır? Baxın, məqsədləri bir də deyirəm. Cəmiyyətin ümumi maarifləndirilməsi səviyyəsini yüksəltmək, yəni hər kəsin məlumatı olsun. Əlilliyi olan şəxsin hüquq və ləyaqətinə hörmət olunmasını möhkəmləndirmək. Bir də potensial imkan və qabiliyyətini təbliğ etmək. Yəni sən əlilsən, evdə oturmalı deyilsən. Yəni sən əlillik məhdudiyyət deyil. Bu anlamı daşımalıdır. Deməli, davam edək. Canlı bağlantımız oldu bir saniyəlik. Hə, deməli, aşağıdakı dediyimiz nələri təbliğ edirik, həyata keçirir? Əlilliyi olan şəxslərə hörmətlə yanaşılması, tərbiyə olunması, əlilliyi olan şəxslərin hüquqlar, daha dəqiq, əlilliyi olan şəxslər haqqında müsbət təsəvvürün təşviqi. Yəni hər kəs müsbət formada yanaşılmasını təşviq edirik. Peşə vərdişlərini, qabiliyyətini tanınmasına köməklik göstərir. Təhsilin bütün pillələrində, o cümlədən erkən yaşlarından başlayaraq uşaqların əlilliyi olan şəxslərin hüquqlarına hörmət edilməsi təbliğ olunur. Əlilliyi olan şəxslərin hüquqlarına həsr edilən tərbiyəvi tanışlıq proqramları inkişaf etdiririk. Bizim davamlı keçirdiyimiz ictimai dinləmələrin bir qismi həmin bu sahəyə yönəlmişdir. Sağlam həyat tərzinin təmin edilməsi. Cəmiyyətin əsas nailiyyəti kimi sağlam həyat tərzinin təbliği təmin edir. Dövlətin məqsədlərindən biridir. İnsanların fiziki və ruhi sağlamlığının mühafizəsi, onların fəal uzunömürlüyünün artırılması, tibbi yardım təminatı nəyə əsasən aparılır? Əhalinin sağlamlığının qorunması haqqında qanuna əsasən aparılır. Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan göndərişi ilə, yəni tibb ərazi üzrə təbib tərəfindən göndərişi ilə tibbi xidmət dövlət büdcəsi hesabına həyata keçirilir. Yəni dövlət tərəfindən dövlət müəssisələrində ödəniş dövlət hesabına həyata keçirilir. Əlilliyi olan şəxslərin bədən tərbiyəsi, idman sahəsində təminatları, bədən tərbiyəsi və idman haqqında qanunla müəyyən edilir. Uşaqlar arasında sağlamlıq və üzrə profilaktik tədbirlər. Deməli, uşaqların əqli inkişafının gizli pozuntularını, hiss üzvlərini, hərəkət sistemlərinin pozuntularını erkən aşkar etmək, sağlamlıq vəziyyətini dinamik müşahidə etmək, əlillik səviyyəsini azaltmaq məqsədi ilə uşaqların icbari dispanserizasiyası haqqında qanunla müəyyən edilmiş qaydada icbari dispanserizasiyası həyata keçirilir. Nə deməkdir? Hər bir uşağı davamlı olaraq tibb müəssisəsi tərəfindən müayinələri aparılır. Zərurət olduqda hər hansısa bir tibbi müdaxilələr həyata keçirilir və bu da hansı qanunla həyata keçirilir? Uşaqların icbari dispanserizasiyası haqqında qanunla. Səhhətində fiziki və yaxud əqli inkişafında hər hansı pozuntu, risk halı olan uşaqlara dövlət tərəfindən lazımi tibbi, pedaqoji, psixoloji, hüquqi, sosial və digər yardım göstərilir. Bu cür yardımın metodu, forması, həcmi və müddəti fərdi reabilitasiya proqramı ilə müəyyən edilir. Əlilliyi olan şəxslərin reabilitasiyası və abilitasiyası. Biz dedik ki, reabilitasiya nədir, abilitasiya nədir? Hazırda bu nəyə xidmət edir, o haqqındadır bu maddəmiz. Dövlət əlilliyi olan şəxsin maksimum müstəqilliyə, fiziki, əqli, sosial, peşəkar qabiliyyətinə nail olmaq və bunları qoruyub saxlamaq imkanı verir. Əlilliyi olan şəxslərin reabilitasiyası fərdi reabilitasiya proqramı əsasında həyata keçirilir. Əlilliyi olan şəxslərin reabilitasiyası və inkişafı onların fərdi reabilitasiya proqramına uyğun olaraq yaşayış yerində, buna diqqət edirik, yaşayış yerində, zərurət olarsa digər ərazidə. Yəni, misal üçün, reabilitasiya xidməti yeri Şəmkirdədir, bu adam da yaşayış yeri Gəncədir. Əgər reabilitasiya xidməti Şəmkirdə göstərilirsə də, bu artıq digər ərazidə də həyata keçirilməsinə şərait yaradır. İş yerində, təhsil aldıqda, reabilitasiya müəssisəsi və digər reabilitasiya subyektlərində də həyata keçirilə bilər. Yəni, yaşayış yerində də, iş yerində də, təhsildir, reabilitasiyadır və digər yerlərdə də həyata keçirilə bilir. Dövlət reabilitasiya müəssisələrinin təşkil və fəaliyyəti qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Özəl və bələdiyyə reabilitasiya subyektlərində standartları da yenə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yəni, Əmək və Sosial Müdafiəsi Nazirliyindən bəhs edirik. Əlilliyi olan şəxslərin abilitasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Deməli, fərdi reabilitasiya proqramı əlilliyi olan şəxsin tibbi, peşə əmək, psixoloji, pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədi ilə tərtib edilir. Fərdi reabilitasiya proqramının hazırlanması, təsdiq edilməsi, həyata keçirilməsi qaydası yenə Əmək və Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilir. Fərdi reabilitasiya proqramı əlilliyi olan şəxsin və qanun nümayəndəsinin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yoldaşlar, hər zaman biz bunu deyirik ki, burada olan fərdi reabilitasiya proqramıdır. Müəssisələrdə biz fərdi inkişaf planları tərtib edirik. Hər zaman fərdi reabilitasiya proqramını və fərdi inkişaf planlarını deyək də biz şəxsin iştirakı ilə həyata keçiririk və çalışmalıyıq qanun nümayəndələrinin də iştirakını təmin edək. Əlilliyi olan şəxslərdə mütləqdir bu, amma fikirlərdə bizdə bir balaca burada fərqliyimiz yaşana bilir. Uşaqların erkən, habelə sonrakı yaş dövründə sosial-psixoloji qiymətləndirilməsi aparılması, inkişaf xüsusiyyətlərinin aşkarlanması, əlilliyi olan uşaqlara və onların qanun nümayəndəsinə zəruri məsləhətlərin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan uşaqların qanun nümayəndələrinin iştirakını təmin edir. Baxın, biz təmin etməliyik ki, onun qanun nümayəndəsi də bu məsələlərdə iştirak eləsin. Dövlət orqanları və dövlətə məxsus hüquqi şəxslər fərdi reabilitasiya proqramının icrasını təmin etməlidir.